Xətai rayon ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xətai rayon polis idarəsində təhqiqat araşdırması başlayıb. Qeyd edək ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir. Kanal 21 YouTube səhifəsinin rəhbəri Fərhad Quliyev və Baku Xəbər az saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər. Adı çəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim ediliblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Həmin şəxslərlə yanaşı özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıblar. Məhkəmə onların barəsində də həbs qəti imkan tədbiri seçib. Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələb etmə cinayətində ittiham olunurlar. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.